Donald Trump administrasiyasının İranla bağlı qərarı ətrafında yaranan qeyri-müəyyənlik diqqətləri yenidən Vaşinqtonun strateji kursuna yönəldib. Xüsusilə də gözlənilən hərbi addımın son anda 5 gün müddətinə təxirə salınması bu prosesin arxasında daha dərin səbəblərin dayandığını göstərir. Məlumata görə bu qərarın arxasında yalnız siyasi deyil, ciddi iqtisadi hesablamalar dayanır. Bloomberg'in məlumatına görə əsas narahatlıq qlobal bazarlardakı həssaslıqdır. Çünki İranın enerji infrastrukturuna zərbə ehtimalı neft qiymətlərində kəskin artım yarada bilərdi. Belə bir sıçrayış isə artıq kövrək olan dünya iqtisadiyyatına əlavə yük deməkdir. Eyni zamanda dollar bazarında gözlənilən dalğalanmalar maliyyə sistemində qeyri-sabitliyi daha da dərinləşdirə bilərdi. ABŞ administrasiyası məhz bu riskləri nəzərə alaraq daha ehtiyatlı mövqe seçib. Qərarın təxirə salınması bazarlarda panikanın qarşısına almağa hesablanmış addım kimi qiymətləndirilir. Analitiklər deyir ki, bu fasilə həm də iqtisadi zərərlərin miqyasını minimuma endirmək üçündür. Bununla yanaşı diplomatik kanalların açıq saxlanılması üçün əlavə zaman qazanılır. Ekspertlərin fikrincə, Vaşinqton administrasiyası situasiyanı nəzarətdə saxlamaq və bazarlarda panikanın qarşısını almaq üçün qərarı müvəqqəti olaraq dondurub. Yəni, hərbi qərarın arxasında bu dəfə silahdan çox dollar və neft faktorunun dayandığı görünür. Bu onu göstərir ki, həqiqətən də müasir dünyada müharibələrin nəticəsini təkcə silahlar yox, bazarlar müəyyən edir. Neftin qiymətində ani sıçrayış qlobal inflyasiyanı alovlandıra, bu isə böyük iqtisadi güclər üçün risk yarada bilər. Dolların dalğalanması isə Birləşmiş Ştatların öz maliyyə sisteminə zərbə vurmaqla yanaşı, beynəlxalq ticarətdə xaos yaradar. Trump administrasiyası anlayır ki, iqtisadi sabitlik pozulsa, siyasi qazanc da əldən çıxa bilər. Buna görə də Vaşinqton üçün hazırda ən güclü silah raketlər deyil, bazarları sakit saxlamaqdır. Elə bu səbəbdən qərar göstərir ki, 21-ci əsrdə güc balansını bir növ artıq dolların kursu və neftin qiyməti müəyyən edir. Əslində, ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatları regionda artıq həssas olan geosiyasi balansı daha da gərginləşdirə bilərdi və bu, xüsusilə yaxın şərq üçün ciddi risklər yaradırdı. İlk növbədə belə bir eskalasiya Hörmüz boğazı üzərindən neft daşımalarının təhlükəsizliyini sual altına sala bilərdi. Nəticə etibarilə qlobal bazarlarda təklif şokları yaranaraq neft qiymətlərində kəskin sıçrayış ehtimalını artırardı. Bununla yanaşı investorların riskdən qaçma davranışı güclənər və maliyyə bazarlarında dalğalanmalar daha da dərinləşə bilərdi. Xüsusilə dollar qısa müddətdə mövqeyini gücləndirə bilsə də, uzun müddətli perspektivdə qeyri-müəyyənlik fonunda onun dəyişkənliyinin artacağı istisna edilmir. Digər tərəfdən OPEC kimi qurumların qərarları bazarın istiqamətinə əhəmiyyətli dərəcədə təsir edə bilər. Bundan əlavə, enerji ixracçısı ölkələr üçün inflyasiya təzyiqləri yüksəlir və nəticədə qlobal iqtisadi artım yavaşlaya bilər. Eyni zamanda hərbi əməliyyatların genişlənməsi regional münaqişələrin zəncirvari şəkildə çoxalmasına səbəb olur. Lakin bəzi ekspertlər düşünür ki, Birləşmiş Ştatlar məhz bu iqtisadi riskləri nəzərə alaraq daha ehtiyatlı davranır. Bu kontekstdə rəsmi Vaşinqtonun verdiyi siqnalların əsas məqsədi bazar sabitliyini qorumaq ola bilər. Bununla belə yalnız iqtisadi amillərin deyil, həm də siyasi və hərbi strategiyaların qərar vermədə mühüm rol oynadığı unudulmamalıdır. Analitiklər hesab edir ki, hərbi əməliyyatların dayandırılması təkcə neft və dollar bazarları ilə deyil, daha geniş geosiyasi və təhlükəsizlik hesablamaları ilə izah edilə bilər. Birləşmiş Ştatların İrana qarşı mümkün hərbi əməliyyatları dayandırması yalnız enerji bazarlarında sabitliyi qorumaq məqsədi daşımır. Eyni zamanda yaxın şərq kimi mürəkkəb və həssas bir coğrafiyada geniş miqyaslı münaqişənin qarşısını almağa yönəlib. Çünki belə bir addım Hörmüz boğazı üzərindən qlobal ticarətin iflic olmasına və beynəlxalq təchizat zəncirinin pozulmasına səbəb ola bilərdi. Bundan əlavə, regiondakı digər güclərin prosesə cəlb olunması riski ABŞ üçün strateji qeyri-müəyyənliyi artırırdı. Eyni zamanda NATO müttəfiqləri ilə koordinasiya məsələsi də qərarların daha ehtiyatlı verilməsini şərtləndirdi. Digər tərəfdən uzun müddətli hərbi qarşıdurmanın daxili siyasi və iqtisadi yükü də nəzərə alınırdı. Yəni, qərarın arxasında həm qlobal sabitlik, həm də çoxqatlı təhlükəsizlik balansının qorunması dayanır. Son olaraq deyə bilərik ki, Vaşinqtonun hərbi əməliyyatları təxirə salması yalnız taktiki fasilə deyil, həm də qlobal iqtisadi və geosiyasi risklərin incə şəkildə ölçülməsi deməkdir. Bu qərar enerji bazarlarının və maliyyə sistemlərinin stabilliyini qoruyaraq investor panikasının qarşısını alır. Eyni zamanda diplomatik kanalların açıq saxlanması və müttəfiqlərlə koordinasiyanın gücləndirilməsi üçün əlavə vaxt qazandırır. Qərarın arxasında həmçinin regionda geniş miqyaslı münaqişənin qarşısını almaq və yaxın şərqin həssas balansını qorumaq məqsədi dayanır. Beləliklə, Birləşmiş Ştatlar qərarını həm hərbi, həm iqtisadi, həm də diplomatik imkanları nəzərə alaraq 21-ci əsrin mürəkkəb güc balansını idarə etmək strategiyası kimi ortaya qoyur.